23 aprel Beynəlxalq Kitab və Müəlliflik Hüququ günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun baş konfransında qəbul edilib. Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ günü 1997-ci ildən qeyd edilir. Bu münasibətlə məktəbimizin kitabxana müdiri Nərminə Məmmədova kitabların yaranması, faydası, həyatımızda mühüm rolu barədə şagirdləri maarifləndirdi. Kitablar inkişaf göstəricisidir. Kitabsız ədəbiyyatımız tarix itər. Kitab bizim ilk dostumuz, təfəkkürün yorulmayan qanatlarıdır və bu düşüncələrlə də yollandıq şəhərimizdə keçirilən kitab sərgisinə. Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir. Topladığımız manatlarla başladıq maraqlı kitab seçiminə. Kitablar da dost kimidir. Az, amma doğru seçilmiş olmalıdır. Burada biz həmçinin müasir yazarlarla da tanış olduq. Maraqlı xatirə şəkilləri çəkdirdik. Sonda isə onu demək istərdim ki, kitab toplamaq yaxşı işdir. Onları oxumaq isə daha faydalıdır.